Aziz anam, şirin sözlü anam, kalbini kövrek yeşkin solmaz bahar. Güler yüzlü kara gözlü anam, hara getsem gözün mene bakar. Aziz anam, şirin sözlü anam, kalbini kövrek yeşkin solmaz bahar. Güler yüzlü kara gözlü anam, hara getsem gözün mene bakar. Ana kalbin layla olar gezer, doğma sesin ömrü günü bezer. Lay lay dedin ana, lay lay dedin mene, hayat verdin mene aziz ana. Laylan hele yaşar, laylan eller aşar, güneş kimi yana yana ana. Sesin aydın seher olar, ana kalbin keşik çeker bize. Yolum üstte uzak sefer olar, ışık olar nurdan düşen göze. Benim gören gözüm sensen ana, ömrüm günüm özüm sensen ana. Lay lay dedin ana, lay lay dedin mene, hayat verdin mene aziz ana. Laylan hele yaşar, laylan eller aşar, güneş kimi yana yana ana. Mehmet yoldaşımızdır. Belki de benim kadar onu tanıyan, benim kadar onu hisseden adam olmuyordu. Hatta onun valideynleri de belki tabidir ki besleyipler, büyüdüpler, tahsil veripler, ona hayat veripler. Ancak ben ondan hayat kurandan sonra birlikte yaşadığımız devrinde tabidir ki benim fikirlerim tüm onun hakkında deyilenlerden daha da geniştir. Ne kadar çok ilkese de bu ikinin ağrısını, acısını bizim ailemiz həmişə hiss edir. Hesab edirəm ki, nəinki biz, mənim nəvələrim də, onların davamçıları da bu hisslərlə yaşayacaq
və bizim hamımız üçün əziz, unudulmaz Zərifə xanımı həmişə qəlbimizdə yaşayacaqdır. Mərhum həyat yoldaşım Zərifə xanımla biz 1-2-3 il idi ki, belə evlənmək istəyirdik, amma o vaxtda şəraitimiz yox idi. İndi mən sizə deyim, mən məsələ evlənmək istəyirdim və Zərifə xanımla da biz artıq müəyyən vaxt tanışdıq, ancaq evim yox idi. Ona görə demək 1-2 il gözləməli olduq ki, mən ev alım. Sonra 1-2 otaqlı ev aldım və 54-cü ildə mən evləndim. Ancaq nə tər evləndim? Gəzirdik şəhərdə, orada bir Varaşilov küçəsi vardı, indi deyəsən Yusuf Məmmədəli küçəsi adı daşıyır Bakıda. Gəldik, orada gördük ki, bir zaks var. O zaksa getdik, nə şahid vardı, nə başqa iştirakçı vardı, heç kəs yox idi. Bir kadın oturmuşdu, dedi ki, biz kəbin kəstirmək istəyirik. Dedi, yaxşı, gəlin oturun. Orada heç üzük falan da yoktu, hiçbir şey yoktu. Oturduk, soruştu, hele bu 2 kelime söz soruştu. Bu cürə belə təntənəli nitqilər olmadı, buradaki kimi. Dedi ki, razısınız, razıyıq. İmza attım, buraya imza attık. Kəbin kağızımızı verdiler. Durduk, dedim, indi ne eləyək? Bu Nizami Kino Teatrının yanında bir tane mağaza vardı, konditer mağazası. Orada yaxşı konfet satırdılar. Ancak o vaxtda o konfetler Mişka konfeti vardı, yadınızdadır. Ama o bahaydı. Getdi ora 1 kilo Mişka konfeti aldım, benim yadımdaydı. Aldım, ondan sonra oradan piyada geldik. Deniz kenarında Zərifə xanımın ailəsi yaşayırdı. Onların evine geldik, girdik onların evine. Anasına ve orada qohumlar vardı. Onlara dedik ki, biz artık kəbin kəstirmişik. 1 kilogram da Mişka getirmişəm ki, ağzınızı şirinleyin. ...1985-ci il aprelin 15-də Zərifə xanım Haqqın dərgahına qovuşandan sonra Heydər Əliyev onun qəbrüstü abidəsinin necə olacağı haqqında düşünməyə başladı.